Nəsə eyni sualdandır. Deyir ki, onlardan ikisi yalan, biri həqiqəti deyir. Dedik ki, eyni temadan danışanlar ikisi də yalan danışır. Bax, ikisi də Romadan danışırsa, ikisi də yalan. Bu isə olur doğru. Hə, bax, sonda deməli, Nurlan deyir ki, mən yayda Romaya getmişdim, bu yalandır. Deməli, Nurlan Romaya getməyib. B səhvdir, A səhvdir. Mən Romaya getməmişdim. Aqil deyir ki, mən Romaya getməmişdim və bu yalan deyir. Deyir, Romaya getməmişdim, amma yalan deyir. Sən mən Romaya gedib. Mən Aqil gedib Romaya. Deyə avtomatik bu qalır da, deyirsən, D qalır. Mən Barcelona getməmişdim. Düz deyil, onda Barcelona Nurlan gedib buna. Bəli. Müəllim, bəs Nurlanla Aqilin yalan dediyin hardan bir? İkisi də eyni temadan, ikisi də eyni şəhərdən danışır. İkisi də yalan. Bu qaydadır. Belə suallarda iki dənə eyni obyektdən, iki dənə eyni əşyadan, iki dənə eyni şəhərdən danışan adamlar ikisi də yalan danışır. Tamam? Olur belə. Bir daha istəyirəm buna baxasınız. Neçə dediniz müəllim? 28. Hı. Müəllim, Rəvan onda kardır da. Aha. Dörd adamın biri lal, biri kör, biri kar, biri axsaq. Laldır müəllim. Yox, lal deyil. Deyəsən axsaq yadında qalıb. Məncə axsaq idi. Baxaq görək. Axsaq deyil. Kaş bizdə başqa insanlar kimi qüsursuz olar. Sərxan cavab verir. Bax, Sərxan kimə cavab verir? Axsağa. Deməli, Sərxan özü axsaq deyil. Düzdürmü? Sərxan eşidirdi həm də, kar da deyil. Kar da Axsaq deyil. deyil. A-S-O. Lal da deyil. Cavab verirsə, deməli, eşidib cavab verir. Deməli, Sərxan kar da deyil. Lal da Lal deyil. da deyil. Danışır axı lal da deyil. Onda nədir Sərxan? Kör. Düzdür? Şur, hə. Sərxan olduğu kör. Şur. Bunu yazdım. Çox gözəl. Bəhruz sözə qarışır. Vakif harda qaldı görəsən. Bax, Bəhruz deməli, naq axsaq deyil. Bu iki adamın dialoquna Bəhruz müdaxilə eləyirsə, deməli, Bəhruz axsaq deyil. Lal da Həm də deyil. Kar da eşidir. deyil. Ay, sol. Axsaq deyil. Danışır axı, lal da deyil Bəhruz. Onda Eşidir də Bəhruz kar. lal da deyil. Axsaq kör deyil, onda Bəhruz kardır. Kardır. Aha. Kar, kar. Bəs nəfər müəllim eşidir o. Eşitmir qarşı. ki. Yəni Bəhruz sözə qarışır da öz aləmində söhbət edir. Bunlar başqa şey də Nacir, bu qatıb qarışır söhbət. Eşitmir də. Başqa sual verir. Mənasız söz sorulur. Hə. Düzdür? Karın könlündəkindən də yəni. Hə, sözə qarşı, hə. Necə karın nə? Karın könlündəkindən danışır. Ay, hə. Və düz burada bəzi adamlar elə bilir ki, məsələn, adamla danış eşitmirsə danışa bilmirsə, elə şey yoxdur. Yəni kardır, lal. Yəni düz bəzən olur ki, həm bir adam həm lal olur, həm ki, elə şey o qat.
Hə, Mən burada yaxşı. necə keçmeliyim? Gördüm üçü də söhbət eləyir. Bir dənə Rəvan yoxdur da. Dedim yəqin Rəvan Laldona görə yəqin ondan danışılmır. O danışmır. Nəsə elə düşündüm birinci. Əslində hə, belə ilk baxışdan atanda yəni düşünərsən ki, hə, elə bir şey, amma bəzən məsələn o bizi yanılda bilər. Bəhruz deyir ki, Akif, amma Akif deməli burada yoxdur da, hə? Akif burada yox. Hə, Akif burada yoxdursa, deməli Akif axsaq deyil axı. Gəldi. Axsaq burada da Akif, deməli axsaq onda Rəvan olur. Akif də olur la. Hə, bildi. Rəvanın qüsuru axsaq. Bunları Axsaq, düşdən hə. alırsak yazarım Spice. Çətin sualdır. Yəni asan deyil. Mənim adam bəs deyir ki, eşitməyən olanda kardır da. Məsələn, Hə, söhbətə o burada keçmir o üsul. hə, keçmir düzdür. Deməli, gəlirik. Bu heç. Yüz 49-cu sual. Baxmayın ki, sual çox uzun sualdır, amma rahatlıqla həll olması bu sualdır. Sentyabr imtahanına dövlət qulluğundan belə bir uzunluqda sual düşmüşdü və eyni ilə necə deyərlər, bu üsuldan tapılırdı. Bax, sualı ümumiyyətlə birinci, cümlə oxumayın, yalandan oxuyun. Baxın görün. Bax, kosmik stansiya üçün 8 mütəxəssisdən 6-sını seçmək lazım. Bəzi namizədlər, bəzi ixtisasları ikisindən yiyələnsə də, nə bilim, imkan vermir nəsə. Yəni, eyni anda bir adam eyni anda iki kişi görə bilməz. Aeronaftın nöhtəliklərini filan kəs, filan şey nöhtəliklərini filan kəs, biomexanik filan. Nəsə də şərtləri ver, enerji deyir ki, filan adamlar filan işlər görür, filan adamlar peşman işlər və s. Həyata keçirə bilər. Bax, bu Rezan yalandan üz yolu oxumuşam ki, sualdan tanış olmaq üçün. Əsas sual başlayır, bax burada. Bəzi mütəxəssislər bir-birlərinə küslü olduqlarından bir komandada getməyə razı olmayacaqlar. Belə ki, Namiq seçildiyi halda Fidanla Kənan getməyəcək. Deməli, Namiq varsa Fidanla Kənan olmaz. Bax, Namiq varsa Fidanla Kənan olmaz. B səhvdir. Namiq varsa Kənan olmaz. Bu səhvdir. Namiq varsa Fidanla Kənan olmaz. Bu da səhvdir. Hə. Veysel varsa Kənan olmaz. Veysəllə Kənan olan variantda çıxırsan, cavab qalır A variantı. Görürsünüz, nə gözəl, asan bir sual imiş. Yəni, o billəri yazmağa ehtiyac yox. Yəni, kim hansı peşəni yerinə yetirir. Yəni, bəzən çalışın sualı əsas axıra qədər olur. Şərti olaraq bunlar adlanır. 6 dostdan 4-ü şənliyi. Nəsə buna özünüz baxarsınız. Bundan bayaq baxdıq əslində. Buna ehtiyac yoxdur. Nömrələmə məsələləri. Soldan sağa doğru 1-dən 7-yə qədər nömrələnmiş. Ümumiyyətlə, nömrəli suallarda hər zaman diqqətlə baxın. Bizdə necə deyərlər? Hansı deməli, necə nömrələmə necə verir? Nömrələməni 1-dən 7-yə və soldan sağa nömrəliyinə. 1, 2, 3, 4, 5, 6 və 7 nömrələdir. 7 kitab rəfində 3 dənə cəbir var. 3 dənə cəbir var. Cəbiri C yazıram ki, qarışmasın. 2 dənə coğrafiyanı da Co yazıram, qarışmasın. 2 dənə də tarix kitabları yerləşdirin. İndi, məlumdur ki, cəbir kitabları yanaşı olmasa da, deməli, cəbirlər yanbayan deyil. Bunların üstündə belə xət çəkirəm ki, yəni dalbada ola bilməz.
Yanaşı olmasın, hani olmasa coğrafiya kitabları yanaşı yerləşdirilir və coğrafiyalar yanaşı olmalı. Bunu da yazdım. Coğrafiyalar yanaşı olmalı. Tarix kitabları ilə bağlı sənə heç bir şərt verməyib. Heç bir şərt verməyibsə, tarix kitabları yanaşı ola da bilər, ayrı da ola bilər. Əsas şərti axırda verir. Əgər tarix kitablarından biri 7-ci yerdə olarsa, deməli 7-ci yerdə tarix. Cəbr kitabları hansı yerlərdə ola bilər? Cəbr hansı yerlərdə ola bilər? Hı. Bax, iki dənə coğrafiya yanbayan olmalıdır, düzdürmü? Cəbirlər isə yanbayan ola bilməz. Cəbirlər ayrı olmalı. Onda məntiqlə cəbir kitabları harda olacaq? Bax, məsələn, birdə cəbir olsa nə olacaq? O birisi cəbir harda olacaq? 1, 3, 5. 2-də ola bilməz axı. Yəqin 3-də olar. O birisi də ki, misal üçün olar 5-də Axı olsa nə olacaq? coğrafiyalar yanaşı da axı. Ay, bax, belə olanda yer qalmır. Ona görə sən Coğrafiya 1-3 6, Cəbir 6 yəni. 6, ay, 1-3 6. Görsən belə eləyərəm ki, coğrafiyalar ortaya düşsün, tarix də düşsün, misal üçün bura. Deməli, biri oldu 1-3 6. Bir də belə də ola bilər də cəbir kitabları, düzdürmü? 1-4-6 da ola bilər də. Bəli. Coğrafiyalar bura geçsin, tarix də geçsin bura. 1-3-6 və ya 1-4, cavab yebəndi. Başqa cür mümkün deyil düzmək. Bax, sən buna yazsan cəbir, buna yazsan cəbir, məcbursan buna da yazırsan. Çünki şeylər ayrı qalsın. Bura olmaz. Yəni, bura olanda yenə coğrafiyalar qalır. Ona görə ya 1-3-6-dır, ya da 1-4-6. Deməli, bizə deyir ki, A, B, C, D, 3, 6, 8 nəfər adam 4-dən 11-əcən 8 fərqli mərtəbədən mənzil alırlar. Mənzillər biri 1 otaqlı, biri 2 otaqlı, biri də 3 otaqlı. Heç nə. Bax, nəyə yazıb başlayaq? Mərtəbələr. Rəqəm varsa rəqəm. Düz burada 1, 2, 3 də var, amma bilməyəcəm axı neçəsi bir mərtəbə falan. Gəl mərtəbələri yazaq. 4-cü mərtəbə, 5, 6, 7, 8. Belə də yaza bilərdim, ha, fərqi yox. Mən indi aşağıdan yuxarı yazıram. Fikir rahat olsun. 9, 10 və 11. Bunu yazdıq. Hə, indi. Mənzillər 1, 2 və 3 otaqlıdır. Bura yazıram. Bura yazıram, baxın, otaqların sayını. Bura yazıram adamların alıcılarını. Kim alıb bunları? H 4-cü mərtəbədəki bir otaqlı mənzilin sahibidir. Deməli, 4-cü mərtəbədə H-dır, alıcı və otaq bir otaqlıdır. 10-cu mərtəbədəki mənzil və A-nın 6-cı mərtəbədəki mənzili 3 otaqlıdır. Deməli, 10-cu mərtəbədəki mənzil 3 otaqlıdır. A-nın 6-cı mərtəbədəki mənzili, A-nın 6-cı mərtəbədəki mənzili 3 otaqlıdır. Bunu da yazdım. 7-ci mərtəbədəki mənzil və 7-ci mərtəbədəki mənzil və B-nin 11-ci mənzili bir otaqlı. Deməli, 7-ci mərtəbədəki mənzil bir otaqlıdır. B-nin 11-ci mərtəbədəki mənzili. B-nin 11-ci mərtəbədəki mənzili bir otaqlı. Bunu da yazdım. 2 otaqlı 3 mənzildən biri. Bax, deməli, 2 otaqlı 3 dənə mənzilimiz var. Biri F-in 5-ci mərtəbədəki mənzildir. Deməli, F 5-ci mərtəbədəki mənzildir və 2 otaqlıdır. Bizə nə deyirdi? 2 otaqlı mənzilin 3 dənə deyildi. Onda digərləri avtomatik bunlar olacaq da. İkisini tapmışam, biri qalır. Bunu tapdı. Digər ikisi də bunlar olacaq. Bununla bu. Bu da olur 2. C-nin mənzili 3 otaqlıdır. Onda C-nin mənzili 3 otaqlıdırsa bunlar olmaz axı C. 10-cu mərtəbədəki olacaq. Bu olacaq C. Bitdi. İndi keçirsən sualı. Doğruluğunu müəyyən edin. Mütləq doğrudur, mütləq səhvdir.
Hə. Bir də doğru olub olması mümkün deyil. C 10-cu mərtəbədəki mənzilin sahibidir. Bu mütləq doğrudur. Bu 7A 1-ə. D-nin mənzili 2 otaqlıdır. Bax, mən D-ni tapmamışam bax. D 3-dən biridir. Bax, burada nə qalıb? Bax, bu 3 dənəsi var ha. Və biz D-ni, C-ni, bir də Y-ni tapmamışıq. Düzdür? D-C-Y idi deyəsən, baxın. Hə, D-C-Y-ni tapmamışıq. D-nin mənzili 2 otaqlı ola da bilər, olmaya da bilər. Bu 3-ə aid. 9-cu mərtəbədəki mənzil 2 otaqlıdır. Bəli, bax 9-cu mərtəbədəki mənzil 2 otaqlıdır. Bu mütləq doğrudur. C-nin mənzili 3 otaqlıdır. Bu nədir onda? Səhvdir deməli. Bu mütləq səhvdir. Ya sən C-ni bilmirsən aslında, amma 3-dən biridir axı. C-nin mənzili 3 otaqlıdırsa, bu mütləq səhvdir. D-nin mənzili 8-ci mərtəbədədir. D-nin mənzili 8-ci mərtəbədədir. Ola da bilər, olmaya da bilər. Bitdi. A, C, D, B. Çətin sual deyil. Düzdür, biraz sadəcə məsələ nədir? Vaxt aparan bir. Bəli? Beyanın sualları da belə açıq. Yox. Yox. Bu sualların hamısı magistr suallardır. Prosta son illər, son 2 ildir dövlət qulluğuna düşən mətnlərin hamısı magistr suallarından istifadə olunur. Əvvəl çünki 2024-ə qədər dövlət qulluğu imtahanında mətnlərdən bir dənə sual ya düşürdü, ya düşürdü. İndi artıq hər imtahana 1 ya 2 sual düşür. Və həmişə də magistr sualları olur demək olar ki. Ret ola bilər ki, təzə sual çıxsın. Düzdür, burada uzun situasiyalar var. Onlar necə deyərlər? Onları sən situasiyalarda, mətn verir, onlara da sual. Onlar istifadə olunur dövlət qulluğu. Misal üçün, bax, bu 137-ci sual 2023-cü ilin magistr imtahanı sualıdır. Bu sual bax, bu il sentyabrın 25-i BA imtahanına gəlib düşdü. BA, BB-də bilmirəm var idi yoxsa yox idi, amma BA-ya düşdü. Bir də bunu özünüz baxın, görün. Ya bir yerdə baxaq. Bax, 5 nəfər müştəri 5 dənə marketdən 5 fərqli məhsul alır. Bu artıq 3 parametrli məsələ. Hə, bax, nə edirəm? Hə, burada, bax, gəl yazaq marketlərin adları. Marketləri qeyd edirəm. Deməli, yazıram adları A, B, bircə dəqiqə, A, B, C, D, bir də Y. Mən bura adamların adlarını yazsam, müştəriləri, burada yazsam məhsulları, hansı məhsulları aldım. Və əgər soruşsaz ki, bax, bu cür sistem məsələlərində əsas məsələ odur ki, nəyi yazıb başlamaq? Düzdür, dövlət qulluğunda o çox da problem yaratmır. Çünki dövlət qulluğuna parametrlər az düşür. Magistrda önəm daşıyır. Misal, mən sizə deyimdə təxminən əsas nəyi yazıb başlayacağını tapmaq. Bax, nəyi yazıb başlayacağını necə təyin edirsən? Əgər rəqəm varsa, rəqəmləri yazırsın. İndi onunla bağlı bu sualın ətraflı danışaq. Rəqəm varsa, rəqəmləri yazırsın. Ümumiyyətlə, ən çox nədirsə, onu yazırsın. Uzağı gördün, tuzdura bilmirsən, rəqəm var. Bu sualda rəqəm zad da yoxdur, hə? Bax, kəndlərdə ən çox neyin adı çəkilir? Bax, market. Düzdür, adamların adları da var, da var. Hərəsi, burada fərq eləmir o qədər nəyi yazıb başlamaq. Mən sadəcə marketləri yazıram ki, rahat geçsin. Hə, burada nə edirik? Bax, K süd almışdır. Gətirib K-ya yazıram. Bax, K süd alırsa, bilmirəm hansı marketdən. Bax, bu şərti saxlayın. Bu qalsın. C marketindən ət almışdır. C-yə yazıram ət. A marketindən şəkər alan eldir. Deməli, A-dan məhsul olaraq
A marketindən şəkər alan nədir? Eldir. Hı -hı. D marketindən alış-veriş etmişdir P və D marketindən P alış-veriş. Axı mən bilirəm, e, C marketindən də ət alınmışdı. Bu şərt yadımızdan çıxdı. C-dən ət alındı. Aha, yox, bunu da yazmışıq da. Hamısını yazdım. K süd almışdır. Bax, K süd almışsa, C ola bilməz. Bax, bura K ola bilməz. Bilirsiniz niyə? Çünki buradakı ət alıb. Axı K-nın südü alıb. Bax, bura K ola bilməz. K süd alıbsa, onda P-nin aldığı məhsul süd ola bilməz. Düzdür? Çünki südü K alıb. P nətər süd alsın? Hə, indi. Bitdi. Hansı mütləq səhvdir? Söhbət getmə tapılmış. Sizin cavab nə olar? D bəndi. D bəndi. C deməli. Yoxsa? K Y marketindən məhsul alır. K Y buradan deyilsə, ya buradandır, ya buradan. Mütləq səhv deyil, axı, ola bilər, olmuyor. Biz dəqiq bilmirik. Cavab D variantı. Yox. P-nin hansı məhsul aldığı dəqiq məlumdur. P bax, şəkər deyil, ət deyil, süd də deyil. Ya meyvədir, ya da ki şeydir də, yağ. Nə bilirsən hansı? Dəqiq məlum deyil axı. Burada deyil, dəqiq məlumdur, səhvdir. Mütləq səhvdir. Məsələn, süd B marketindən alınır. Süd ya buradandır, ya buradan. Yəni B marketindən alına da bilər, alınmaya da bilər. Yəni ola da bilər, olmaya da bilər. Tamam. Bax, olur belə. İmtahanda da elə bu formada idi. Bir D-nin məhsulu məlum, dəqiq məlum. Yox. Bu olur belə. Cökü olan sual düşmür. Cökü olan sual, yox, bu magistr sualdır. Bu sual dövlət qulluğuna başqa formada düşür. Bu şeydir, 9 gedişlidir. Dövlət qulluğuna başqa formada düşür. Bunu mən sizə deyərəm. O 7 gedişli düşür rahat. Əslində qaydasını bilsən, rahat gələcək. Bunları situasiyalardır. Bax, məsələn, belə bir situasiya sualı var. Bu çətin sualdır, düzdür, bunun işləməyəcək. Bu sualda məsələ nədir? Bu sualda nəyi yazıb başlayarsınız? Bax, həmişə onu eləmək üçün birinci mətni analiz edin. Bax, bizə nə verib? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə qanadlarının eni verib. 1, 2, 3, 6, 7, 8. 8 dənə quşların adlarını verib. 1, 2, 3, 4, 5, 6, 7 dənə də onların çəkilərini verib. İndi sizə bu sualda nəyi yazıb başlayaq? Adları müəllim. Bəli, bax, ən çox olan nədirsə, nə edirik? Onu yazırıq. Ən çox olan. Və bizdə bu sualda ən çox olan nədir? Adlar. Əgər 8 dənə 8 dənə çəki versəydik, onda rəqəmləri yazar. Ya bunu, ya bunu. Normalda ən çox olan burada adlar olduğu. Burada niyə görə belə olur? Niyə görə 8 ad, 7 el, 7 çəki verir? Çünki enlərdən hansısa biri təkrar olacaq, çəkilərdən də təkrar olacaq. Daha fikir verin, çəkiləri 16 olan Dovdağın albatros. Görürsən, Dovdağın albatros ikisi də 16-da. Metrlərdən də hansısa biri təkrar olacaq. Biz bu magistr sualı bu lazımdır. Burası bax, baxıram buna 117-yə. Müəllim layihə üzərində işləmək üçün 7 tələbəsindən 3 və 4 nəfərlik 2 dənə işçi qrup təyin etməlidir. Deməli, 3 və 4 nəfərlik yazıram. Bu bura olsun 3 nəfərlik qrup, bura olsun 4 nəfərlik.
N ilə S müxtəlif qruplarda olmalıdır. Bu qalsın. Biri orada, biri burada olacaq. T ya S ya da Z ilə bir yerdir. Bu da qalsın. Z mütləq 3 nəfərlik qrupda olmalı. 3 nəfərlik qrupun biri Z-dir. Qalır 2 nəfər. Burada da 4 nəfər olmalı. N. Əgər Z ilə U eyni qrupda olsalar, deməli Z buradasa, U da buradadır. Daha hansı tələbə onlarla bir qrupda olmalıdır? Bax, mən bilirəm, bax, N ilə S müxtəlif qrupdadır. Və bu nöqtəmiz bizim ya N-dir, ya da S-dir, razısınız da? N ilə S müxtəlif qrupdadır. Əgər bura N olsa, bura olacaq S, yox, ya bura S olsa, bura olacaq N. Yəni, dəqiq tapılmır. Və üçüncü adam burada ya N, ya S. Atanda N ilə S-dən birini atmışdır, ən azından. Hə, bax, şərtlər deyir, T ya S-lə ya da Z-lə eyni qrupda olmalıdır. Normalda T avtomatik bura düşür, düzdürmü? Onda T hansı ilə qrupda olmalıdır? Z ilə qrupda deyilsə, avtomatik S ilə bir qrupda olmalıdır. Bura S isə onda burada qalır N. Şu. Olur. Daha hansı tələbə bir qrupda olmalıdır? Olur N. Yəni C variantı. Aydındır? Çətin deyil, sadəcə bir dənə düzgün, necə deyirlər, sistemlə yazmaq lazım. %156-cı sual. Bizə nə deyir? Deyir ki, 1, 2, 3, 4, 5 nəfər adam səyahətə gedərkən 5 fərqli nəqliyyat vasitəsində istifadə edir. Tapmalıyam ki, kim nə ilə gedir. Gəl adamların adını yazaq. Emin, Rasim, Cəmil, Kənan və Murad. Bunu yazdı. Bunları ayırıram ki, qarışmasın. İndi. Qatarla gedən oğlan universitetdə Eminlə bir qrupda oxuyur. Bazar günləri Muradla futbol oynayır. Bu cümlədən nə nəticə çıxara bilirsiniz? Muratla Emir qatarla getməyib. Hayır. Muradla Emin qatarla getməyib. Çünki qatarla gedən oğlan Eminin qrup yoldaşıdır. Muradla da futbol oynayır. Yəni Eminlə Murad qatarla getməyib. Bunlara qatar yazıb xətt çəkirəm. Eminlə Murada. Ondan sonra. Avtobusla gedən oğlan orta məktəbdə təhsil alan Kənanla dostluq edir. Və avtobusla gedən oğlan Kənanla dostluq edir. Sən demək Kənan özü avtobusla getmir. Avtobusla gedən oğlan Kənanın dostudur. Kənan heç vaxt hava və sudan istifadə etmir. Və Kənan havadan sudan istifadə etmirsə, demək Kənan təyyarə də deyil, gəmi də deyil. Səyahətə gedərkən Murad havadan istifadə edir. Murad deməli gəmi ilə gedir. Havadan. Murad deməli təyyarədən gedir. Murad dəqiq tapıldı təyyarə. Sonra. Cəmil isə sudan istifadə etmir. Cəmil də deməli gəmi ilə gedir. Kim avtobusla səyahət edir? Bax, burada hər şey yaxşıdır. Bir dənə belə bir cümlə verir. Cəmil futbol oynamır. Siz də bu cümləni niyə verirsiniz? Yəni burada yəni ki, futbol birinci şərtdə var idi. Baxıram ki, aha, Deməli, qatarla getmirdi Cəmil. bəli. Qatarla gedən oğlan nə edirdi? Muradla futbol oynayır. Cəmil futbol oynamırsa, deməli Cəmil qatarla da gedir. Burada bir dənə xırda bir dənə detal var. Onu tutsan bütün sualı həll edir. Nədir o detal? Bax,
Qatarla yerdə olan harda oxuyur? Universitetdə, düzdürmü? Yəni tələbədir, universitet tələbəsi. Bəs Kənan hardadır? Orta məktəbdə, düzdür? Kənan isə şagird. Deməli, Kənan da qatarla gedə bilməz də, düzdür? Kənana qatar da yazıb xəttəkidə, hə? Bax, Taksi qatar. Kənan avtobus, təyyarə, gəmi, qatar deyilsə nədir? Taksi. Bir dənə qaldı mənə taksi. Hə, indi. Bax, təyyarə ilə taksini tapdı. Bax, qatar emin deyil, Cəmil deyil, qatar onda olacaq, Rasim. Hə, indi. Təyyarə, taksi, qatar nə qaldı? Gəmi ilə avtobus qaldı. Cəmil gəmi ilə yerdirsə, bu gedəcək gəmi ilə. Buna da qalacaq avtobus. Kim avtobusla səyahət edib? Çətin sual deyil, sadəcə biraz vaxt aparan sual. Olur belə. Burada nə ola bilər? Y deyil, değil mi elə? Bəli, asan sual. Havanın temperaturu aşağı düşür. Bəli. Bunlar heç bundan lazım deyil bizə. Bunu dedik. Bir dənə bu sualı bunu evdə fikirləşərsiniz. Fikirləşib qrupa atar şey eləyərsiniz. Gözün laborator. İki dost oyun oynayır. Bu qəşəng bir dənə oyundur. Bu əsl məntiq sualdır. Yəni o deyir, bir insanın məntiqini yoxlamaq istəyirsənsə, o necə deyirlər? Ona bu sualı ver. Aha. Sual haqqım sizə baxarız. Bunlar şeydi, bunlar heç. Bir dəqiqə görüb başqa nə var başqa. Mən özüm burada axırdan başladım ki, axırda situasiyalar bunun sona qədər işləməyəcək onsuz da. Bunu mən istədiyim neçəyəcən yazarsınız. Bunlar da heç. Bir de 7 gedişli suala dediniz. Hə? 7 gedişli suala demişdiniz. Hə, o burada yoxdur. O şey ofçu Bəli. məsələsi. O növbət Bəli. dəfə ofçu məsələsinin bir dənə linkini atacağam sizə. Magistra düşən verirsiniz. Ona bir dənə baxarsınız. Sonra dövlət qulluğuna düşəni sizə tapıb göndərərəm. Tamam? Hə, yaxşı. Çox sağ ol. Onun bir dənə ofçu məsələsi çətin deyil. Biraz qarışıqdır məsələ. Biraz da bir dənə qaydasını tutsan rahat gedir əslində. Hı -hı. Bunlar heç, bunlar situasiyalar lazım deyil. Bunlar da heç. Bunlar heç. Aha. Bunu yazar, bu PDF-i mən sizə göndərəcəm. Baxın görün. Aha. Bu PDF-i cəmi siz yazacaqsınız 62-yə qədər. Tamam. 62-ci sual, 63-dən sonra situasiyalar başlayır. Situasiyaları yazmayın. Yaxşı. Burada 63-dən sonra burada bir-iki dənə bu situasiyadır. Bunları heç. Musa Elmara bunu dedik. Bax, belə bir sual mən sizə göstərim. Bax, bu adamlar quraşdırma falan bu bölmələri. Bu sualın asan yolu nədir? Burada bir dənə peşə var ki,
O peşədə cəmi bir nəfər adam işləyir. Bax, fikir verin, hansı peşədir o? Desən nəzarətdir. Bax, nəzarəti görsən başqa adam işləyə bilməz. Yox, yox, nəzarət var burada. Qablaşdırma. Baxın, başqa adam yoxdur qablaşdırmada işləyən. Deməli, Araz mütləq qablaşdırmada işləməlidir. Mütləq doğru Araz qablaşdırmada işləyir. Niyə görə? Araz əgər quraşdırma bölməsində işləsə, qablaşdırma boş qalacaq. Çünki başqa bir namizəd yox. Ona görə Araz mütləq, yəni bu sual düşdü sənə. Məsələn, belə bir sual. Yadda saxlayın ki, belə suallarda bir dənə peşə var ki, ondan cəmi bir nəfər adam işləyir. O da olur Araz. Burada arada bir-iki dənə suallara, bunun növbətdə deyərik. Oxçunu da göndərəcəm sizə, ona da baxar. Bax, bu sualı da baxacaq növbət. Müəllim, mövzularımız çox qalıb aprelə qədər. 3-4 mövzuyu bitiririk. Tamam. Başqa bir sualınız var? Xeyr, mənim yoxdur. Testləri elə göndərəcəm. Oxçunu bir dənə link göndərəcəm, oradan baxarsınız bir dənə. Sonra gələn